Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günlərim mən sizlərlə şabalıqlı çolpa qovurması resepti paylaşıram. Yeməyimiz üçün bizə lazımdır 1 ədəd kət çolpası. Əvvəlcə yuyub doğradığım kət çolpasını qazanın içərisinə əlavə edib, üzərindən su töküb qoyuram bişməyə. Daha sonra yeməyimiz üçün bizə lazımdır 5 ədəd quru soğan. Soğanları əvvəlcədən qabığını soymuşam. Qabığını soyduğum soğanları aypara şəklində doğrayıram. Doğradığım soğanları qazanın içərisinə əlavə edib, üzərindən yağ töküb qoyuram qovrulmağa. Burada isə artıq ətimiz bişib, ətimizin altını söndürürəm. Qovrulan soğanın üzərindən duz, üstüyot, qırmızı şirin biber əlavə edib yaxşıca qarışdırıram. Daha sonra kənarda pişirdiyim ətləri soğanın üzərinə düzürəm. Ətlə soğanı qoyuram bir 5 dəqiqə ikisi bir yerdə yaxşıca qovrulsun. Qovrulandan sonra üzərinə turşu əlavə edirəm. Daha sonra ətin üzərindən mən şabalıq əlavə edirəm. Daha sonra şabalığın üzərindən ətin suyundan əlavə edirəm ki, şabalıq yaxşıca pişsin. Ağzını örtüb bir 20 dəqiqə pişirirəm vampodda. Bu da artıq yeməyimiz hazırdır. Videomu bəyəndinizsə kanalıma abunə olub videolarımı like etməyi unutmayın. Gələn videolarda görüşmək ümidi ilə Allah'a emanet olun.